Salam, hər vaxtınız xeyir. Bugün biz əvəzliyin ikinci hissəsinə baxacağıq. Gəlin başlayaq. İnkar əvəzlikləri. İnkar əvəzlikləri negativ pronouns gedir. Bunlar no, none, neither, no one, nobody və nothingdir. Bunları indi tək-tək burada baxacağıq, işləmə yöntəmlərini öyrənəcəyik, ondan sonra testlərdə tətbiq edəcəyik. Və bir şey də qeyd etmək lazımdır ki, əgər cümləmizdə bu inkar əvəzliklərindən biri işlənibsə, həmin cümlə onsuz da inkardadır. Orada not hissəciyinin işlənməsi, not ədadının işlənməsi düzgün deyil. Gəlin başlayaq. No. Heç bir mənası verir. Və bu əvəzlikdən sonra heç vaxt artikel gəlməz və mütləq isim gəlməlidir. Baxın, no-dan sonra mütləq isim gəlməlidir. İsimsiz işlənə bilməz. Bunu yadda saxlayın, çünki testlərdə qabağımıza çıxacaq. Yəni, ismin burada fərqi yoxdur ki, sayılan olsun, sayılmayan olsun, tək, cəm, heç bir fərqi yoxdur. Məsələn, burada baxın, I have no time to go to the party. Deyir ki, partiyə getməyə vaxtım yoxdur. No time. Ya da ki, heç vaxtım yoxdur. O mənanı verir. I have no books. Heç kitabım yoxdur. Ya da heç və ya da ki, kitabım yoxdur. I have notebooks da demək olar. Yəni, kitablarım yoxdur. Elə də işlətmək olar, amma no-nu da işlətmək olar. Heç bir fərqi yoxdur. Sonra, burada ümumi qayda yazılıb. No-dan sonra and, z artiklı gəlməz. Ən-azə, z-azə, z-azə gələ bilməz. Çünki, fikir verin, z artiklı, n artiklı var. Ona görə. Some və any gəlməz. Çünki no da özü bir tənqidçi söz kimi çıxış eləyir. Some da any də bir neçə, bəzi, bir qədər mənası verir. Ona görə some-la any-nin yeri deyil. Of da gələ bilməz. No, not a və not any. Bunların yerinə, any yerinə much və many də qoymaq olar. Bunlarla eynilik təşkil edir. Bu qaydalara hər belə baxarsınız. No, an artiklından sonra, baxın, no, üzr istəyirəm, no yox, not. No-dan sonra an artiklı gəlmir. Notdan sonra an artiklı gələ bilər və sayıla bilən tək isim istəyir. Amma, digər qaydamızda isə notdan sonra any gəlir. Ya cəm isim gəlməlidir, ya da sayıla bilməyən isim. Sayılan cəm, sayıla bilməyən tək bu formada. Aşağıda nümunələri var, baxa bilərsiniz. Gəldik none. None heç kim, heç nə mənasını verir. Amma burada biraz fərqlilik var. Çünki none no əvəzinə fərqlidir. Biz no əvəzliyin dedik ki, isim ilə işlənir. Amma none isimsiz işlənir, müstəqil işlənə bilir. Və none-dan sonra mütləq isim gəlməməlidir. İsim gəlsə, yanlış olur. Əgər none özündən sonra of sözünüzü qəbul edərsə, bu zaman isim işlənə bilər. Baxın, özündən sonra isim gələ bilər, amma of işlənərsə, ofsuz heç zaman isim gəlməz. None of, cəm isim, tək xəbər. Yəni, xəbərimiz təkdə olmalıdır. Sonra nobody, heç kəs, no one, heç kim, nothing, heç nə. Bunlar törəmələrdir. Baxın, törəmələr. Törəmələri yadda saxlayın. Özündən sonra isim və of işlənmir. Qaydası belədir. Xəbər də təkdə olur. Bu qaydanı yəni bir zəhmət yadda saxlayın. Bundan sonra törəmələr qabağımıza çıxacaq. Törəmələrdən sonra isim və of işlənməz. Xəbər isə təkdə olar. Neither ikisindən heç biri deməkdir. Neither. Özündən sonra sayıla bilən tək isim tələb eləyir. Cəm isimlərlə və sayıla bilməyən isimlərlə işlədilmir. Neither sayılan tək isim gəlir. Baxın, neither özündən sonra sayıla bilən tək isim tələb edir. Sayıla bilən tək isim. Cəm isimlərlə və sayıla bilməyən isimlərlə işlədilə bilməz. Bunu yadda saxlayın. Əgər neither sözündən sonra of sözünüzü qəbul edərsə, bu zaman mütləq cəm isim tələb edir. Baxın, yenə də of gələrsə, özündən sonra mütləq cəm isim istəyir. Məsələn, burada baxın. Neither of the students is ready. Fikir verirsiniz, xəbərimiz təkdədir. Amma student sözü cəmdədir. Biz bayaqlar neither-ni öyrəndik? İkisindən heç biri. Burada necə məna verir? Tələbələrin ikisindən heç biri, yəni tələbələrin ikisindən heç biri hazır deyil. Read sözü. Baxın, bir söz var da, heç bir. Ona görə xəbərimiz burada is oldu. Is. Bunu yadda saxlayarsınız.
Neither of iki şəxs və ya əşyadan heç birinin olmadığını, none of ikidən daha artıq şəxs və ya əşyadan heç birinin olmadığını bildirir. Bu sadəcə bir diqqətdir. Baxın. Neither of iki dənə şəxs və ya da əşyadan heç birinin olmadığını göstərir. Amma none of isə ikidən çox olanda və onların olmadığını göstərmək lazım olanda bizə lazım olur. Baxın, I have two books. Bunda nə olacaq? Neither olacaq da? İkisindən söhbət gedir. Neither of them is interesting. İkisindən heç biri maraqlı deyil. Ya da I have three books. Baxın, burada artıq 2-dən yuxarıdır. Deməli, nə işlətməliyik? None of işlətməliyik. None of them is interesting. Yəni, onların hamısı, heç biri, yəni, hamısı yox. Onların heç biri maraqlı deyil. Bu mənadadır. Yəni, çox qısadır, çox rahatdır bu isə. Gəlir qeyri-müəyyən əvəzi ilə. Indefinite pronouns. Qeyri-müəyyən əvəzilər. Some və any olaraq iki yerə bölünür, amma bunlar öz içərisində böyüdükcə gedir. Baxın, bunlar törəmələrdir. Something, somebody, someone. Bu tərəfdə törəmələr var. Anything, anybody, anyone. Bunlar bir-birinə çox oxşuyur. Sadəcə xırda bir dənə fərqlər var, amma uzundur. O fərqləri öyrənsək görəcəyik rahatdır. Some və any. Ya sayıla bilən cəm, isim gəlməlidir. Cəm isim, yəni sonu s-lə olan ya da kökdən cəmlənən isimlər gəlməlidir. Məsələn, books, eggs, apples tipli sözlər. Ya da sayıla bilməyən tək isim. Sayıla bilməyən isim onsuz da tək olur. Coffee, juice, milk. Baxın, coffee saymaq olmur coffee-ni. Juice, meyvə şirəsi saymaq olmur. Milk, süd saymaq olmur. İndi bunların fərqi nədir? İndidən deyim. Some təsdiq cümləsində işlənir. Any sual və inkar cümləsində işlənir. Təsdiq olduğunu bilirik. Təsdiq yəni nə olduğunu bilirik. İnkar cümləsi içərisində ya notisəcəyi olmalıdır, ya da bayaqlar keçdiyimiz inkar əvəzliklərindən biri olmalıdır. Sual cümləsindəki çox rahatdır. Sonda sual işarəsi varsa bu sual cümləsidir. Bunu bilmək ən rahatıdır. Some heç bir, üzr istəyirəm, heç bir yox. Bir neçə, bir qədər, bəzi mənası verir. Eyni də demək olar, eyni mənasını verir. Eyni mənalı verir, bir-birinə oxşuyurlar. Samdan sonra bayaqlar dedik, sayıla bilən cəm isim gəlməlidir, ya da sayılmayan tək isim gəlməlidir. Yazıla bilməz. Belə yazılsa yanlış olar. Sam bir neçə, bir qədər mənalarında yalnız təsdiq cümlələrində işlənir. I bought some books, bir neçə kitab aldım deyir. Sam təklif və xahiş bildirən ümumi sual cümlələrində isə işlənə bilər. Bunlardan hansı cümlələr olur? Ya would you like ilə başlayan, ya da can I have ilə başlayan cümlə tipləri ola bilər. Bunlar testlərdə qabağınıza çıxa bilər, amma yenə də diqqətli olun, yadda saxlayın. Fikrin sam işlənib, sualdır. Sam işlənib, yenə də sual cümləsidir. Sam bəzi mənasında həm inkar cümləsində də işlənə bilər. Bu zaman sam mütləq inkardan əvvəl gəlir. Baxın, inkardan əvvəl gəlir. İnkardan sonra gəlsəydi eyni olacaqdı. Some students don't like reading much. Bəzi tələbələr çox oxumağı xoşlamır. Some əvəzliyindən sonra article ENZ işlədilməz. Çünki özü də bir neçə mənasını verir. EN də təyin roluna çıxış eləyirsə, niyə samdan sonra gəlməlidir? Çox məntiqsiz çıxır. Amma of sözüncüsü işlənə bilər. Baxın, Z article işlədilməz. Amma some of the friends ola bilər. Ofdan sonra Z article gəlir, samdan sonra yox. Gəldik any. Heç bir, hər hansı bir istənilən mənasını verir. Eyni sayıla bilən cəm isim, sayılmayan tək isimdən işlənir. Fikir verirsiniz də bayaqki sama oxşuyur, eyni qaydalardır. Burada isə tərsinədir. Sual və inkar cümləsində işlənir. I didn't buy any books. Deyir ki, mən heç kitab almadım. Do you have any question? Hər hansı sualınız var? Sual verir. Eyni hər hansı bir istənilən mənasında təsdiq cümləsində işlənə bilər. Baxın, təsdiq cümləsində işlənə bilər. You may come at any time you want. İstənilən vaxt gələ bilərsiniz. Baxın, burada any time istənilən vaxt deməkdir. İstənilən vaxt. O zaman təsdiq cümləsində işlənir. Belə bir şey deyim də, yəni bu istisna hallar çox vaxt testlərdə falan düşmür. Buraxılış imtahanına düşmür. Müəllimlər üçün ola bilər ki, düşər MİQ imtahanı, sertifikasiya imtahanına. Yəni, müəllim üçün belə bir şeylər vacibdir. Amma daha çox buraxılış imtahanına, din imtahanına belə bir şeylər düşmür.
Eyni əvəzliyindən sonra en ziyarətçılığı işlədilməz. Baxın, samla eyni qaydadır. Yəni də ofdan sonra ziyarətçılıq işlənə bilər. Sam qeyd birə baxaq. Sam və eyni əvəzliklərdən sonra mütləq ya isim ya da isimdən əvvəl sam və eyni'nin törəmələri gəlməlidir. Baxın, törəmələrdən sonra bayaqlar dedik. Törəmələrdən sonra isim və of işlənməz. Bunu burada yadda saxlayaq. Xəbər də nə olmalıdır? Təkdə olmalıdır. Əgər ismin adı əvvəlcədən çəkilibsə, sam və eyni tək isimsiz işlənə bilər. Bu ümumi bir qaydadır. I like milk. Yəni, burada südü xoşladığımı demişəm. Give me some. Burada artıq deyirəm ki, mənə biraz ver. Bir qədər ondan ver. Some milk yazmamışam. Milk sözünü burada istifadə etməmişəm. Niyə istifadə etməmişəm? Çünki təkrarlılığa yol verməmək üçün. Törəmələrdən sonra, baxın, bayaqki dediyimiz qaydadır. Tək feil işlənir, yəni xəbər təkdə olur. Of işləməz, isim işlənməz. Bu qaydanı yadda saxlayın, çünki testlərdə ən çox görəcəyimiz qayda budur. Bu da else haqqında bir qaydadır. Else ilə bağlı 3 qaydanı yadda saxlayaq. Else'dən sonra isim gəlmir, törəmələrdən sonra else işlənə bilər. Somebody else, anything else, no one else mənasında işlənə bilər və sual vəzirlərindən sonra else işlənə bilər. Any və onun törəmələri. Anybody, anyone, anything. İnkar cümləsində mübtəda funksiyasında işlənə bilmir. Baxın, mübtəda rolunda çıxış edə bilmir. Yəni ki, feildən əvvəl işlənə bilmir. Cümlədə hardly, if, without sözləri varsa, cümləmiz inkardadır. Ona görə any və onun törəmələrini işlətməliyik. Bu qaydanı yadda saxlayın. Bu testlərdə qabağımıza çıxacaq bir hissədir. If, hardly, without. If əgər deməkdir, hardly çox olduqca azdır, yəni mümkün olmayacaq dərəcədə az mənasını verir. Without da ki, masa bilirsiniz, yəni olmasa mənasını verir. Məsələn, burada deyir ki, you can do it without any help. Deyir ki, kömək olmadan bunu edə bilməzsən. Burada artıq inkarlıq bildirir. Sual cümləsində some və any'ni necə fərqləndirmək olar? Burada fərqli nədir? Some dedik ki, xahiş cümləsi işlənir. Yəni xahiş. Digərlərində isə any işlənir. Məsələn, satıcının portağal satdığını görürük ki, can I have some of these oranges? Bu portağaldan biraz ala bilərəm. Baxın, burada xahiş var. Biraz ala bilərəm. Bu xahişdir. Digərində isə baxırıq. Satıcının portağal satmadığını görmürük. Deyirik ki, sizdə portağal var, yəni. Have you got any? Baxın, any işlənir. Oranges. Fikir verirsiniz, burada bir xahiş etmək deyil ki, sadəcə məlumat almaq haqqında bir sual veririk. Sizdə portağal var, o deyəcək ki, var ya da yoxdur. Yes, I have, ya da ki, no, I haven't. Code, ya da ki, I don't have, belə işlənə bilər. Təyin əvəzliklər. Biz əsas bu hissəni öyrənməliyik. Təyin əvəzliklər sizə çətin bir bölmədir. Təyin əvəzliklər all, hamı, bütün, each, hər bir, every, hər bir törəmələri var. Everyone, everything, everywhere. Either ikisindən biri, both, hər ikisi, other başqa və other'ın növləri var indi. Onlara da baxacağıq. Another, others. Bir də var another. Daha bir əlavə olaraq işlənir. İndi baxaq bura. All. All burada indi biraz fərqli yazıblar. Cəm xəbər, tək xəbər deyə ayırıblar. Amma dimin testlərində cəm xəbər istəyir. All. Bunu yadda saxlayın. All cəm xəbər istəyir. Ar varsa all yazacaq. İndiki vaxtda iz görsək, tək xəbər görsək, all yazmayacaq. Onu yadda saxlayın. All bütün təyin olduqda isə, yəni bütün mənası olduqda təyin olur. Təyin olduqda isə özündən sonra həm sayıla bilən, həm də sayıla bilməyən isim gəlir. Lakin alldan sonra gələn sayılan isim mütləq cəmlənməlidir. Bunu yadda saxlayaq. Alldan sonra gələn sayılan isim cəmlənməlidir. All books, kitabların hamısı bütünü maraqlıdır. Amma burada information sözü var.
Information sözünə görə iz yazıblar, amma indiki vaxtda ar gəlir. Bütün mənasında ol əvəzinin yerinə bəzən the whole da yazılır. Bunu da yadda saxlayın. The whole olarsa onunla eyni mənanı verir. Sadəcə bir fərqi var. The whole-dan sonra gələn söz cəmlənmir. Təkdə olur. Baxın, təkdə olur. Cəmlənmir. Amma olda fərqli idi. Və sayılmayan isimdən işlənmir o. Gəldik əsas hissəyə. Burada ümumi formada qaydanı veriblər bizim üçün. Biz sadəcə bir neçə dəfə bunu oxusan, yadda saxlasan görəcəyik, çətinliyi yoxdur. Every, each, as. Üçü də bir-birini oxuyur. Each hər bir, every hər bir mənasını verir. As ya bu ya da o, yəni ki, ikisindən biri mənasını verir. Oxşar cəhətlərə baxaq öncə. Sayıla bilən tək isim istəyir. Baxın, özündən sonra sayıla bilən tək isim gəlməlidir. Cəm isim görsək və ya da sayılmayan isim görsək, bu səhv olur. Digərlərində də eyni qaydadır. Each, every və as. Özündən sonra article istəmir. Article görsək, bu variantları çıxacaq. Xəbər təkdə olmalıdır. Cəm xəbər olarsa, yenə o variantları çıxırıq. Tək xəbərləri demişdim. Sonunda s olanlar tək xəbərlərdir. Məsələn, burada feildir, feilin sonunda s var. Tək xəbərdir. Fərqli cəhətlər nədir? Each və as isimsiz işlənə bildiyi halda isim gəlməlidir. Baxın, isimsiz every işlənə bilməz. Everydən sonra of gələ bilməz, fail gələ bilməz, cəm isim gələ bilməz və ya da sayılmayan isim gələ bilməz. Amma mütləq tək isim gəlməlidir. I have two books. Mənim 2 kitabım var. Burada baxın, each book demirəm ha. Each is interesting. Hər biri maraqlıdır. You may take as. İkisindən birini mənə verir. Amma bu tərsə baxın, every book is interesting deyirik. Every is interesting desək burada, bu hissədə, o yanlış olar. Çünki every özündən sonra isim istəyir. Sonra every əvəzi of sözlüyünün üstünü qəbul edə bilmir. Ona görə onun törəmələri var. Törəmələr olarsa of ola bilər. Üzr istəyirəm, törəmə yox. Everyone ayrıca. Bitişik everyone olsa bu səhvdir. Everyone ayrı yazılan olsa everyone. O zaman of işlənə bilər. Sonra törəmələri var. Everyone, everybody, everything. O zaman da bayaqlar dediyimiz törəmələr var deyə eyni qaydadan istəyir, tələb edir. Xəbərimiz təkdə olmalıdır. Özündən sonra nə of istəyir, nə də isim. Çünki one body kimsə nəsə mənası verir, sing isə nə isə mənası verir. Bu sözlərdən sonra ismi işlənməsi biraz məntiqsiz çıxır. Və ümumi qayda burada var. Bunları silək. Each of ola bilər. Özündən sonra cəm isim, xəbəri də təkdə istəyir. Every of adlı bir şey yoxdur. Every one of ola bilər. As ofda da as of. Cəm isim, tək feil istəyir. Baxın, törəmələr haqqında ümumi qayda yenə burada var. As əvəzi or ilə birləşərək as or ya da bağlayıcı əmələ gətirir. Bu bağlayıcıdır. Burada bağlayıcı mövzusuna getdikdə oru görsək bir cümlədə oradan sonraki hissəyə baxırıq. Oradan sonra gələn mübtədamız təkdirsə, baxın burada French sözü. Burada da French sözü. Təkdirsə xəbər təkdə olur. French sözünə baxın. Xəbər təkdə deyənə, üzr istəyirəm. French sözü təkdə deyənə izdə təkdə olacaq. Xəbər də təkdə olacaq. French cəmdədir. Arda burada cəm formasında işlənir. Gəldik both. Hər ikisi mənasını verir. Sonra cəm isimli cəm feil. Özündən sonra gələn söz də cəmdə olmalıdır. Bunun xəbəri də cəmdə olmalıdır. Both books. Mənasına baxın, hər ikisi. Kitabların hər ikisi. Yəni, bunlar demək sayı çoxdur ki, biz cəmdə deməliyik bunu. Hər ikisi deyirik. Bir şeyin hər ikisi olmaz ki. Demək sayı çox olan hər ikisi ola bilər. Both my sisters are at home. Deyir ki, bacılarımın hər ikisi evdədir. Feil cəmdə olur. Bunu dedik. Təyin edici isim qarşısında başqa təyin ola bilər. Yəni, bozdan sonra article gələ bilər. My, your. Yəni, bunu keçən dərsdə keçdiyimiz digər əvəzliklər əvəz edə bilər və ya da ki, işarə əvəzlikləri gəlib orada işlənə bilər. Yəni, bozdan
isim arasında bu sözlər girə bilər. Both of cəm isim, cəm xəbər. Both of the girls are at school. Baxın, cəm isim gəlib girls sözü. Xəbər də cəmdədir. Both and. O həm də bağlayıcı kimi olur. Və burada da xəbər cəmdə olmalıdır. Both əvəzi each, every və as ilə tam əksidir. Yəni biz bayaqlar öyrəndik. Each, every, as də xəbər təkdə olur, amma burada xəbərimiz cəm, yox, üzr istəyirəm, xəbər yox. Özündən sonra gələn isim tək olur. Burada isə cəm olur. Eynən xəbər, yəni feil təkdə olur. Burada da xəbərimiz, feilimiz cəmdə olur. Heç bir təyin işlədilə bilməz. Yəni every, each və as sözü arasına əlavə söz girə bilməz. Amma bu tərəfdə başqa sözlər araya girə bilər. As of, bir də ki, each of cəm isim tək feil istəyir. Amma bu tərəfdə fərqlidir. Both of cəm isim cəm feil istəyir. Çünki fikir verin, bunlar hər bir ikisindən biri mənasını verir. Hər bir ikisindən biri. Fikir verin, bir sözü var da burada. Bir varsa xəbərimiz, feilimiz ona görə təkdə olacaq. Amma hər ikisi deyəndə, baxın, birdən çoxdur da bu. Hər ikisi demək deyəndə xəbərimiz cəmdə olmalıdır. Burada da ona görə cəm yazılır. Burada ümumi bir qaydadır. Sadəcə baxarsınız və ardına ilə davam edək. Gəldik əsas hissəyə. Burada biraz ardıcıllığı düz verməyiblər. Amma biz birini öyrənək, digərlərini də ona uyğun öyrənəcəyik. Birinci azən öyrənək. Azə nə deməkdir? Başqa, digər, ayrı mənası verir. Adətən başqa mənasını. Azədən sonra sayılan cəm isim və ya da sayılmayan isim gəlir. Azə books, başqa kitablar, azə coffee, digər coffee, bu başqa coffee, ayrı coffee mənasını verir. Yeri əvəzliyi azə sayılan tək isim işlənə bilər. My azə books. Mənim başqa kitabım. Ya da ki, my azə book. Burada baxın, azə sözündən sonra tək isim gəldi. No sözünə görə. Biz demişik axı, İnkar əvəzliklərini deyəndə dedik ki, no varsa isim təkdə olmalıdır. Sonra burada deyir ki, I have lost my pencils and other things. Deyir ki, mən qələmlərimi itirmişəm. Mən qələmlərimi, karandaşlarımı və başqa şeylərimi itirmişəm deyir. Ardıca gedək ənazə. Baxın, bunu öyrəndik. Başqa, digər mənasını verir. Ənazə. Ənazədə başqa bir, daha bir mənası verir. Niyə görə? Azə sözünü biz bayaqlar öyrəndik. Nə deməkdir? Başqa. Burada da bir də fikir verirsiniz, ən artiklı var. Biz artikl keçmişdik. Ən nə demək idi? Bir. Bir başqa yox, indi başqa bir mənası verir burada. Deməli, bundan sonra gələn söz nə olmalıdır? Yalnız və yalnız sayılan tək isim olmalıdır. Özündən sonra one gələ bilər. Tək xəbər gəlməlidir. Çünki bir var. Birdən söhbət gedir burada. Bir. Sonra sayıla bilən isim, bilməyən isim gəlməz. Cəm isim gələ bilməz. Yalnız nə dedik? Sayıla bilən tək isim gəlməlidir. Ya one sözü gəlməlidir, ya da tək xəbər gəlməlidir. Ənazə book. Bitdi. Coffee sayılmır deyənə olmaz. Books da cəmdə deyənə olmaz. Özündən əvvəl no gəlməz, çünki ən artiklı var. Z də gəlməz, çünki yenə ən artiklı var. Yəni, iki dənə artiklı nəyə ehtiyac var ki? İndi gəldik others. Others nə deməkdir? Bayaqlar others sözünü öyrəndik, başqa mənasında. Burada fikir versə bir də S var. İsim bölməsini keçəndə S cəm şəkilçisi kimi keçmişdik. Lar, lər mənasında. Burada da həmin mənanı verir. Başqa, ları, digərləri, o biriləri mənası verir və azər sözündən sonra isim gəlməz, cəm xəbər gələr. Yəni, özündən sonra isim istəmir bu. Özündən sonra nə istəyir? Cəm xəbər istəyir. Azər books ola bilməz, çünki isim gəlir. Amma burada azər see us. Başqaları bizi görür, bizə baxır mənasında işlənir. Bunu bayaqlar izah etdik. Gəldik isə azər. Biz Z artiklını keçmişdik. Yanınıza gəlirmi? Z artiklını keçmişdik. Artikl bölməsində var idi. Z-azə. Burada biraz fərqli məna verir. Burada artıq müəyyən saydan sonuncu biri mənasını verir. Çünki Z artiklı özü
müəyyənlik artiklı idi. Yadınıza gəlirsə biz artikl keçəndə belə bir şey demişdik. Müəyyənlik artiklı və qeyri-müəyyənlik artiklı. Z özü də müəyyənlik artiklıdır. Müəyyənlik artiklı olduğu üçün burada da müəyyən saydan sonuncu birini mənasını verir. Z azədən sonra isim gələ də bilər, gəlməyə də bilər. Bundan sonra isim gələ də bilər, gəlməyə də bilər. İndi biz nümunələrə baxaq, başa düşəcəyik. I have two books. Biz məlumat verdik ki, bizim 2 kitabımız var. Mənim 2 kitabım var. I have two books. Məlumatınız oldu? Oldu. Məlum oldu ki, sizə neçə kitabım var? Məlum oldu. One of them is French. One of them is French deyəndə onların biri fransız dilindədir. Artıq 2 kitabdan biri sizə məlum oldu, fransız dilindədir. Deməli, məlum olan biri də qaldı. O zaman nə işlədirik? The other sözünü. The other is English. Başqa biri, yəni digər biri İngilis dilindədir. Çünki artıq məlumdur sizə. Və ya da ki, digər sözü işlədək burada. Məsələn, I know 3 languages. Deyir ki, mən 3 dil bilirəm. Məlum oldu, neçə dil bildiyim? Məlum oldu. Deməli, müəyyənlik artiklından istifadə edə biləcəyik. One is French, birincisi fransız dilidir. Another one, digər biri isə Spanish, yəni İspan dilidir. And the other is English. Baxın, sonuncusu qaldı axı. Sonuncu biri isə müəllim, da bizə məlum olduğu üçün sonuncu biri deyirik. Sonuncu biri isə İngilis dilidir. Baxın, artikel bölməsini öyrənsəniz, yəni bu sizin üçün rahat olacaq. The others da yenə artikel bölməsinə aiddir. Həm də bayaq öyrəndiyimiz others. Amma bundan bir fərq var. Biz others-i təklikdə others keçəndə dedik ki, others sözündən sonra isim gəlməz. The others-da da eyni qaydadır. İsim gəlməz. Və xəbəri cəmdə istəyir. Bu birisində isə baxın, xəbər təkdədir. Bayaqlarda dedim. Sonunda S olanlar xəbəri təkdə olanlardır. Baxın, sonda S var, demək bunlar tək xəbərlərdir. Bu dəfə baxın, heç birinin sonunda S yoxdur, demək bunlar cəm xəbərlərdir. Burada məlum bilgiləri, müəyyən saydan sonuncu bilgiləri mənasına gəlir. Baxın, nədir? I have 3 books. Məlumat verdim ki, mənim 3 kitabım var. Məlum oldusa, oldu. One of them is French. Onlardan biri fransız dilindədir. Onlardan biri fransız dilindədir. Arda baxırıq. The others are English and German. The others. Digərləri. Baxın, biri məlum oldu. 3-dən 1 çıxanda neçə qalır? 2. 2 qaldı. Deməli, say çoxdur. Say çox olduğu üçün biz the others sözündən istifadə edirik və xəbəri cəmdə yazırıq. Are yazırıq. The others English and German. Digərləri, yəni müəyyən sayda bizdə, digərləri isə İngilis və Alman dilindədir. Another sözündən sonra say, yəni 4, 5 olarsa, yəni alarsa yazılır burada, olarsa cəm isim olur. Deyir, yəni bu normal bir şeydir. Bir quantifiers var burada. Kəmiyyət bildirən sözlər. Baxın, sayılmayan tək isimlərdən bunlar işlənir. Much, çox, çoxlu. A little, biraz, little, çox az mənasında işlənir və özündən sonra gələn söz sayılmayan olmalıdır. Fikir verirsiniz, sayılanlar olarsa yanlış olur. Many, çox, çoxlu. A few, biraz, few, az, several, bir neçə. Bunlardan sonra gələn sözlərdə sayıla bilən cəm isim olmalıdır. Sayıla bilən tək isim gələ bilməz, sayıla bilməyən isim gələ bilməz. Books, baxın, many books, çoxlu kitablar. Həm sayıla bilən cəm isimdən, həm də sayılmayan tək isimdən işlənə bilənlər var. A lot of, çox, çoxlu, lots of, çox, çoxlu, plenty of, çox, çoxlu, enough, kifayət qədər, more, daha mənasını verir. A lot of-dan sonra mütləq isim gəlməlidir. A lot isə, baxın, testlərdə daha çox qabağınıza bu çıxa bilər. A lot-dan sonra isə isim gəlməz. A lot of books ola bilər. Mütləq isim gəlməlidir. Çoxlu kitablar. Amma she reads a lot olanda o çoxlu oxuyur mənasını verir. Baxın, of yoxdur. Of olsa düz gəlmir. A lot of-dan sonra həm sayılan, həm də sayılmayan isim gələ bilər. Yəni bunu yadda saxlayın. Lakin
Sayılan isim gələrsə mütləq cəmlənməlidir. Çünki a lot of-dan sonra sayılan tək isim gələ bilməz. A lot of book ola bilməz. A lot of books olmalıdır. Və bir şey yadda saxlayın ki, heç bir kəmiyyət bildirən sözdən sonra sayılan tək isim işlənə bilməz. Sayıla bilən tək isim, yəni sayıla bilən neydi? Sayıla bilməyən tək isim gələ bilər. Yəni baxın, bu bayaqlar qeyd etdiyimiz bu hissə ilə sayıla bilən tək isim gələ bilər, amma digərləri ilə gəlməz. Sonra bu qaydalar da oxuyarsınız. Bir də only ilə işlənənlər var. Only ilə few, a little işlənir. Bunu yadda saxlayın. Few'dan sonra cəm isim, a little'dan sonra tək isim gəlir. Sonra kəmiyyət bildirən sözlərdən sonra iki isimlə yanaşı gəlibsə, ikinci ismə baxırıq. Baxın, kəmiyyət bildirən sözlərdən sonra. Məsələn, burada there are many peach trees. Fikir verirsinizsə, burada şaftalı sözü də var və trees sözü də var. Trees ağacdır, şaftalı da meyvədir. İkisi də isimdir də. Amma biz many peach sözünü yox, trees sözünü əlavə edirik. Çünki şaftalı ağacından söhbət gedir, ağacdan söhbət gedir. Və ya da basketbol. Basketbol oyun adıdır, isimdir. Amma biz maç sözünə baxırıq. Yarış sözünə baxırıq. Sonra sifət isim gəlibsə ismə baxırıq. Yəni normal bir haldır. Sifət ismi təyin eləyir. Ondan qabaq çox söz gələ bilər. Çoxlu, maraqlı kitablar. Sonra very çox sözündən sonra many, much, few və little işlənə bilər. Amma article gəlməz. Article gəlmədiyi üçün a few, a little, a lot of işlənə bilməz. So-da da eyni qaydadır. Much, many, few, little işlənə bilər və bundan sonra da article gəlməz. Bir də bu qaydanı yadda saxlayın. So-dan sonra sifət və ya zərf gəlməlidir və so-dan sonra isim gəlməz. Yalnız many, much, few, little gələrsə so-dan sonra isim işlənə bilər. Məsələn, so many books ola bilər. So many books. Sonra such, elə belə sözündən sonra yalnız a lot of işlənir. Baxın, so-dan fərqlidir. Burada a lot of işlənə bilir. Məsələn, such a lot of books kimi işlənə bilər. Such a lot of trees ola bilər. Bu tipdə işlənə bilər. Bunlar da yenə qaydalarda baxarsınız. Bir də buna baxaq. Much həm sifət kimi isimdən əvvəl, həm də zərf kimi feildən sonra işlənə bildiyi halda many yalnız sifət kimi isimdən əvvəl işlənir. Much baxın, sifət kimi isimdən əvvəl, həm də zərf kimi feildən sonra da işlənə bilər. Much time ola bilər, çoxlu vaxt və ya to read much, çox oxumaq. Amma many yalnız və yalnız isimlərlə işlənir. Many books, çoxlu kitablar. A lot of yalnız sifət kimi isimdən əvvəl, a lot isə yalnız zərf kimi feildən sonra işlənir. Bunu bayaqlar dedik. Sonra burada plenty of, lots of. Bunlar oxumalı qaydalardır. Notları oxuyarsınız. Sonra more tək işlənərsə, əvvəlində təyin edici söz olmazsa, özündən sonra sayılan cəm ya da sayılmayan tək isim gələ bilər. Əgər more-dan əvvəl hər hansı bir təyin edici one, two, yəni sayılar gələrsə, some, a little tipli sözlər gələrsə, o zaman ismin tək və ya cəm olmasına həmin təyin edici sözlər əsasən qərar veririk. One isə təkdədir. Question. Məsələn, some isə cəmdə olacaq. Questions. Əgər sayılan cəm isim gəlirsə. Çünki some-dan sonra sayılmayan isim də gələ bilər. Məsələn, T sözü də gələ bilər. Sayılmır. Sonra a number of, the number of. Bir çoxunun çaşdığı məqam bu hissədir. A number of çox-çoxlu mənası verir. Ona görə özündən sonra cəm isim, xəbər də cəmdə istəyir. The number isə bu kəmiyyət bildirmir. Say, miqdar soruşur. Yəni say miqdar istəyir bizdən. Sayı, miqdarı deyir. The number of pupils deyir. Şagirdlərin sayı. Şagirdlərin sayı. Təkdədir də bu. Təkdə olduğu üçün xəbərimiz də təkdə olmalı. Baxın, is. Amma yuxarıda baxın, a number of questions. Çoxlu miqdarda, yəni o məna verir. Çoxlu sual soruşuldu. Bu da ki, yanlış, doğru qaydalardır. Bunlarla yenə baxarsınız.
Bu notdur və bu hissəyə baxarsınız. Bunlar da ki testlərdir. Yəni biz sizinlə biraz testlərə baxaq. Burada artıq testlər var. Bu testləri işləyərsiniz. İndi mən bir neçəsinə baxacağam və siz də həmin testlərə baxsanız yaxşı olar. Gəlin hələ birinci sualdan başlayaq. Burada birinci sualda bizdən nələr soruşurlar? Düzgün variantı seçin deyir. Gəlin düzgün varianta baxaq. Fikir veririk, biz birinci ofa baxırıq. Bir də ki, xəbərin tək və cəm olmasına baxırıq. Xəbərimiz nədir? Has. Has dedik ki, sonunda S olanlar tək olur. Tək olursa, özündən sonra of istəmirsə hansı ola bilər? Baxaq. Both xəbəri cəmdə istəyir. Has ola bilər? Yox. Some xəbəri təkdə ola bilməz. All xəbəri təkdə ola bilməz. Each ola bilər, amma everydən sonra of işlənməz. Baxın, iki məqama baxdıq. Ona görə doğru variant each. İkidə də eyni variant. Bir of'a baxırıq, bir də xəbərə baxırıq. Was təkdədir. Təkdədirsə, of gəlibsə nələr ola bilər, nələr ola bilməz, onlara baxırıq. All işlənə bilməz, xəbər təkdədir. Was eynən işlənə bilməz, xəbər təkdədir. Everydən sonra of gəlməz, amma xəbər təkdə ola bilər. Some ola bilməz, xəbər təkdədir. Qaldı neysə? İnkar əvəzlikləri kimi. Biz demişdik ki, özündən sonra of gələ bilər. Burada da baxırıq. Of, xəbər cəmdə və of var. Deməli, nə ola bilər? Biz dedik ki, törəmələrdən sonra of gələ bilməz. Bunu çıxdıq. Every'yə baxaq. Every'dən sonra of gələ bilməz. Həm də xəbər də cəmdədir. Bu ikisi ona görə çıxdı. 1, 2, 3 elə düzdür də. Xəbər də cəmdədir. Özlərindən sonra of da gələ bilər. Yox, 1, 2, 4 üzr istəyirəm. C variantı. Və buradan biraz fərqlərini gedək. Burada da choose the correct variant. Düzgün variantı seçin deyir. Baxırıq burada düzgün variant hansı ola bilər? Birinci xəbərə baxırıq və düzgün işlənməsinə baxırıq. One təkdədir. Xəbər də təkdədir. Was. This ilə those. Bunlar onlar deməkdir və özündən sonra gələn sözü cəmdə istəyir. Bunlar ikisi çıxdı. Azəs özündən sonra one istəməz. Azə one da gələ bilər, amma xəbər təkdə olduğu üçün düz gəlmir. Ona görə A variantı da səhvdir. Doğru variant C variantı. Each one. Sonra baxaq. 8-ə baxaq. 8-də xəbərimiz də həm təkdədir, həm də ki, fikir versinizsə, not var. Not. Not varsa nə ola bilər? Deməli, anything ola bilər. Törəmələrdə biz dedik ki, any inkar cümləsində işlənə bilər. Biri seçdik. Sonra nothing ola bilməz. Çünki dedik axı, bir cümlədə iki inkar ola bilməz. Doesn't varsa not var orada. Bir də bu not düz gəlirmi? Gəlmir. İkini çıxdıq. Sonra 3 ola bilər. Təsdiq, sual, inkar cümləsində bu işlənə bilər. Every. Every'nin işləməsi düz deyil. About sözünüdür. Every'dən sonra isim gəlməli idi. 4-də çıxdıq. Some da eyni qayda ilə çıxdı. Həm də some da inkar cümləsində işlənmir. 1, 3 doğru variant A variantı. 19-a baxaq. Fikir veririk, burada xəbərimiz cəmdədir. Of gəlib. Baxın, birinci tərəfə baxmırıq. Biz batdan sonraki hissəyə baxırıq. Bu hissədən sonra lazımdır. Of varsa, every ola bilməz. Xəbər də cəmdədir. Each ola bilməz. Sonra one ola bilməz. As ola bilməz. Çünki bunlar hər biri xəbəri təkdə istəyir. One da 1 deməkdir. 1 desə xəbər təkdə olacaq da. Amma burada cəmdir. Ona görə both. Doğru variant C variantı. Məsələn, burada törəmələrə aid bir sual var. Fikir verinsə cümləmiz inkardadır. İnkardadırsa A variantı ola bilməz. Çünki 2 ilə inkar bir cümlədə işlənməz. Some təsdiq cümləsində işlənir. No one, yenə də no one. Anything işlənə bilər. İnkar cümləsində çünki any demişdik. Every-dəki eyni qayda ilə, çünki everydən sonra isim gəlməlidir. About sözünüdür. Məsələn, digər sözə baxaq burada. 27-yə baxaq, söz dilimi digər suala. Every'dən sonra dediyi isim gəlməlidir. About sözünüdür. Olmaz.
B ola bilməz, özündən sonra isim gəlməlidir. Eyni. Eyni olmaz. Çünki cümləmiz təsdiqdədir. Eyni inkarda işlənməlidir. Anybody yenə eyni qaydadır burada da. Özündən sonra üzr istəyirəm, özündən sonra neydi? Anybody inkar cümləsində və sual cümləsində işlənir. Bunda çıxdıq. Doğru variant Y variantı. Everything. Məsələn, 42-yə baxaq. Burada ancaq törəmələr çıxır. Biz fərqli bir suala baxaq. Məsələn, 31-ci suala baxaq. Burada deyir ki, give me pencil. Pencil sözünə baxırıq, təkdədir. This one is broken deyir. Onlardan biri qırıldı. Yəni, biri qırıldı. Baxırıq sözümüzə. Deyir ki, təkdədir də sözümüz. Təkdədirsə, bozdan sonra söz cəmdə olmalı idi. Oldan sonra cəmdə olmalı idi. Azərdən sonra isim gəlməməlidir. Azərdən sonra isim gəlməməlidir. Doğru variant ənazədir. Çünki ənazədə ən artiklı var. Ən. Ən nə deməkdir? Demişdik, bir mənası verir. Bir sözündən sonra gələn söz də təkdədirsə, deməli B variantı düzdür. Artıq suallar bir-birinə oxşamağa başlayır. Məsələn, bir dənə 34-ə də baxaq. Fikir veriksə, burada of yoxdur. Xəbərə baxırıq. Xəbər də cəmdədir. Cəmdədirsə, every ola bilməz. Tək xəbərlə işlənir. Somebody törəmədir. Tək xəbərlə işlənir. Nobody tək xəbərlə işlənir. Each tək xəbərlə işlənir. Qaldı bir dənə some. Gördüyünüz kimi rahatdır. Burada da xəbərimiz cəmdədir. Baxın, feilin sonunda s varsa təkdədir, yoxdursa cəmdədir. Bunu yadda saxlayın. Burada deməli, xəbərimiz cəmdədirsə, it çıxır, somebody çıxır, every çıxır, nobody çıxır. Yenə də B, some qalır doğru variant. Gördüyünüz kimi suallar o qədər çətin bir şey deyil. Məsələn, burada 64-də, 68-də quantifiers, yəni kəmiyyət göstəricilərinə aid sualda belə var. Burada problem sözünə baxırıq. Problem təkdədir. Təkdə işlənibsə, xəbər də təkdədir. Baxırıq, hansılar düz gələ bilər. Həm də ki, problem sözü təkdə olmağından əlavə olaraq sayılmır. Sayılmırsa, many işlənə bilməz. Baxın, many işlənə bilməz. Çıxdı many. If you işlənə bilməz. Few işlənə bilməz. Niyə işlənə bilməz? Orasını deyim sizə. Çünki bu sözlərdən sonra sayıla bilən cəm isim gəlməlidir. Cəm isim. Buna baxırıq. Cəm isim gəlməyib. Sayılmayan tək isim gəlir. A lot da feilə aid olur. İsmə yox. Deməli, doğru variant B-dir. No. Burada da eyni qayda. Time sözüdür. Sayılmır. Düz time sözü sayıla da bilər, sayılmaya da bilər. Dəfə mənasında times kimi dəfələr sayıla bilər, amma vaxt mənasında sayılmır. Amma burada fikir veririksə, sonda s yoxdur. Yəni s yoxdursa, nədir bu? Sayılmayıb. Sayılmayıbsa, few olmaz, few olmaz, many olmaz. Dediyim kimi bunlar sayılanlarla işlənir. A lot isə sayıla, üzr istəyirəm, feillə işlənməlidir. Burada onun yeri deyil. A variantı. 70-ə də baxaq, sonra gedək quantifiers hissəsinə baxarıq. Burada 70-də about sözü var. Bir ki, tell. Xəbər də cəmdədir. Gəlin 70-ə baxaq, 70 o da çətin bir şey deyil. Eyni inkar cümləsində işlənir. Bunu bildik. Everydən sonra söz önü gəlməməlidir. Çıxdıq. Heç işlənə bilməz, çünki xəbərimiz cəmdədir. Nobody. Nobody'dən sonra nobody heç yeri deyil bura. Çünki xəbərimiz cəmdədir. Bunu da çıxdıq. Bir də qaldı something. Bu düz gəlir də bura. 70-də Y variantı. Yəni, o qədər çətin bir şeylər deyil. Tapşırıqlara baxsaz görəcəksiniz rahatdır. Məsələn, 73-ə baxaq. Subject has təkdədir xəbərimiz. Təkdədir. Many ola bilməz. Both ola bilməz. A səsindən sonra isim gəlməz. All da xəbər
Cəmdə istəyir, digərləri kimi B variantı. Gördüyünüz kimi orada çətin bir şeylər yoxdur. Bir neçə dəfə baxsanız, yadda saxlaya bilərsiniz. Biz gedək. Quantifier hissəsinə baxaq. Və quantifier hissəsinə baxaq. Burada bunlar sualları əksəriyyəti bir-birinə çox oxşuyur. Quantifier hissəsində nədən söhbət gedir? Baxın, only sözü var. Bayaqlar bir qayda dedik. Only-dən sonra ya little ya da few gəlməli. Bunlar avtomatik çıxır. Tourists sözünə baxın. Sayılıb cəmdədir. Deməli few. Little sayılmayandan işlənir. Burada baxın, very sözü var. Very ilə. Biz dedik ki, article işlənməz. Baxın, article işlənməz. Article işlənməzsə B-yə getdi. Many sözü sayılmayandır. Many sayılandan, few da sayılandan işlənir. Doğru variant qalır. D variantı. Little sayılmayandan işlənir. Baxın, tərcümə ehtiyac yoxdur ya. Yəni, əsas sonra gələn sözü bildik. Və əsas qrammatik qaydaları bildikmi? Yaza bilirik. 3-də nə istəyir bizdən? 3-ə baxırıq. Information sözü var. Information, informasiya deməkdir. Məlumat deməkdir. Bunu saymaq olmur. Sayılmayandır. Sayılmayan olduğu üçün many ilə işlənə bilməz. Few ilə işlənə bilməz. Ən də bir deməkdir. Sayılmayanı saya bilmirik də. Bir niyə yazaq qabağına? A lot da işlənə bilməz. A lot of olsaydı burada işlənə bilərdi. Buna görə bu da çıxdı. Doğru variant A variantı. Dediyim kimi çətin bir şey yoxdur. 14-ə baxaq. 14-də books sözü var. Cəmdədir, sayılıb. S vardır, sonunda cəmlənib. Much ola bilməz, sayılmayana işlənir. A little da, a lot of da zərfli feillə işlənir. Too much da eyni qayda ilə doğru variant A variantı. Sayılandan yalnız many işlənir. Burada question sözü var. Fikir verin, questions var. Deməli, sayılanlarla hansı işlənir? Many, few. Doğru variant 1-4. Məsələn, 32-yə baxaq. 32-də only sözü var. Only sözü gəlibsə, burada ya little olacaq, çox güman ki, budur. D variantı da 32-də. Elə odur. Çünki only sözünü yadda saxlayın. Article gələ bilər. A lot gələ bilməz. Çünki a lotdan sonra, daha doğrusu a lot zərfi feildən sonra işlənməlidir. Bunun yeri deyil. Biz dedik ki, only'dən sonra article olanlar a little, a few gələ bilər. O da yalnız D variantında var. Bunlar çıxdı. Həmçində much. İlk sözü sayılmır. Sayılmır deyənə much sözü düz gəlir. Doğru variant D variantı. Burada 46-ya baxaq. 46-da sözümüz sayılmayıb. Çünki tək-təkdə bu söz sayılmayan sözdür. Sayılmayan olduğu üçün few ola bilməz. Few da ola bilməz. A lot da ola bilməz. Çünki a lot dediyi zərfdir, feillə işlənir. 2, 3 doğru variant A variantı. Və son sualımıza da baxaq. Məsələn, ya da 47-yə də baxaq, yekunlaşdıraq. Çünki bundan sonraki əksər suallar bir-birinə oxşarıdır. Few job. Job sözü burada sayılmayan kimidir. İş mənasında sayılmayıb. Few job, few rain, few raindrop. Yox, job sözünə baxmayırıq. Buraya gəldi bir dəqiqə. Job sözünə baxmırıq. Bayaq bir qayda dedik. Əgər iki isim yanaşı gəlibsə, sonuncu ismə baxırıq. Bu söz sayılan sözdür. Sayılan olduğu üçün few jobs applications ola bilər. 2 düzdür. Few raindrops. Drops damla deməkdir. Damlalar, yağış damlalar ola bilər. 3 də düzdür. Few
frame drop ola bilməz. Niyə ola bilməz? 1 ilə 4 niyə olmur deyək. Çünki FU sayıla bilənlərlə işlənir. Sayıla bilənlərlə işlənirsə özündən sonra S istəyir də bunlar. Ona görə 1 ilə 4 çıxırıq. Doğru variant 2, 3. Bundan sonra yenə də bir baxaq. Fərqli tipdə bir dənə tapşırıq varmı? Yox. Hər bir eynidir. Yəni göründüyü kimi bir fərq yoxdur. 10-dan sonra da dedik article olan yazılmalıdır. Burada da baxsaq doğru variant 70-də məsələn D-dir. Niyə D-dir? Çünki sözə fikir verin S var sonunda sayılıb. Sayılıbsa a little sayılanlarla işlənmir. Bunlar qrammatik baxımdan səhvdir. A lot da ki feillərlə işlənir. Doğru variant D variantı. Yenə də göz gəzdirək, birdən qalan bir hissə olar. Fikir vermədiyimiz bir hissə olar. Yox, yoxdur. Əksər suallar bir-birinə oxşuyur. Yəni bu suallara baxarsınız, evdə işləyərsiniz. Nə çətinliyiniz olsa yorum hissəsində yaza bilərsiniz və ya da ki, mənimlə əlaqə saxlaya bilərsiniz. Növbəti dərslərdə görüşərik. Hələlik.